Və intriqa məsələsi dövlət güclüdür və bu məsələdə dövlət içərisində sanki dövlət yaradılmışcasına təəssüratın olması və bu fikrin möhkəmləndirilməsi, dərinləşdirilməsi ümumi prosesə ziyandır. Razılaşırsınızmı bu arqumentlərlə əslində? İntriqa varmı? Bu hansı baxış bucağından qiymətləndirilir? Biz öz baxış bucağımızdan qiymətləndirərkən bunu belə söyləyə bilərik. Amma hakimiyyət nə deməkdir? Hakimiyyət informasiya deməkdir birinci növbədə. Onların hansı informasiya sahib olduğu barədə hətta hakimiyyətin bir qolunda Milli Məclisdə təmsil olunan insan kimi mənim də məlumatım yoxdur. Yəni ki, hansı informasiyalara sahibdirlər? Və biz Qarabağ savaşında da gördük, arxa planda hansı diplomatik mübarizələr getdi, hansı dövlətlə hansı sövdələşmələr oldu, hansı dəstəyi hərbi ya başqa mənada biz bildiyimizdən də artıq əldə eləmişik. Bunlar haqqında geniş bilgimiz yoxdur. Biz vizual olaraq nəyi görmüşük? Fazıl bəy sözünün qüvvəti. Yəni sadəcə illüstrasiya eləmək üçün. Diqqət edirsiniz, 2 aydır cəmiyyət çalxanır bu məsələ ətrafında. Həqiqətən prioritet bir məsələyə çevrilir. Dövlət başçısı Prezident İlham Əliyev hələ bir dəfə də olsun məsələyə münasibət bildirir. Bildirməlidir ümumiyyətlə belə situasiyada mütləq. İcazə verin. Bu sadəcə bir hüquqi sürəc olsa, deyilə bilər ki, siyasət buna müdaxilə edir, yönləndirir və s. O baxımdan məsələ uyğun deyil. Lakin məsələ o qədər dərinə gedib ki, açıqcası. Bilirsiniz necədir? Fazıl bəy hüquqşünasdır, məndən daha yaxşı bu məsələləri bilir. 274 və 278-ci maddələr ki, Ramiz Mehdiyeva qarşı olub və 278-ci maddədə deyilənə görə rəsmi biz informasiyanı bilmirik. Əli Kərimliyə qarşı irəli sürülüb bu ittiham bu maddə ilə. Bilirsiniz, əlbəttə ki, bu hüquqi cinayət xarakterli kimi Azərbaycan qanunvericiliyində dəyərləndirilən məsələlərdir. Lakin çox az maddələr var ki, onların həm də siyasi məzmunu var. Hakimiyyət olmaqdan söhbət getmir və ya zorla çağırılmadı. Bu siyasi məsələdir. Əlbəttə siyasi məzmunu var. Yəni o baxımdan bunu digər başqa məsələlərdən bir qədər fərqləndirmək lazımdır. Nəyə görə deyirəm? Diqqətlə. 2. Nəinki birinci şəxs bundan bahsedilir. Respublika prokuroru, hətta Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri, istintaq rəisi, hətta vəkillər belə. O da təsadüfi deyil mənim fikrimcə. Bu məsələyə münasibət 2 ayda davam eləyəmir. Bunu da gərək nəzərə alaq. Üçüncü bir məsələ. Məsələn, diqqət elədinizsə, yox, mən Fazıl bəy hüquqşünasdır bu məsələlərdə aydınlıq gətirərdə. Məsələn, diqqət eləyin, Ramiz Mehdiyeva qarşı 2 maddənin rədd edildiyi deyilir. 278. 3 məncə. Yox, hələlik 3 dövlət çevrilişi, dövlətə xəyanət və də əmlakın rəsmi yoxdur. Rəsmi olaraq deyilən 2-dir. Rəsmi 2-dir. Amma Əli Kərimliyə qarşı 274-cü maddə irəli sürülmədiyi deyilir. Hər halda olsaydı vəkillər bildirərdi. 274-cü maddə bilirsiniz, o üçüncü bir tərəfi etiva edir, xarici tərəfi. Deməli, üçüncü tərəfə əgər bu günə istintaq tərəfi Əli Kərimliyə qarşı irəli sürməyibsə, deməli hələ mötəbər, əsaslı dəlillər, sübutlar yoxdur ki, Rusiya ilə əlaqələr məsələsi. Elə isə intriqa məsələsinə gəlirlər. Elə isə hər şeyi bir tərəfə buraxaraq, Xalq Cəbhəsi, Milli Şura, demək, milyarderlər İttifaqı məsələsinin önə çıxarılması bu Əli Kərimlinin istintaqı ilə onun işi ilə bağlı məsələlərdə intriqa deyil, nədir? Bax, mənim, yəni bu və başqa bu cür məsələləri deyirlər. Nəzərə almaqla Məncə bunlar bir intriqa kimi bizim məhdudlaşdırması doğru deyil. Prezidentin də məsələ ilə bağlı münasibəti ayrı-ayrı imzalanan sənədlərdə özünü göstərir. Təhlükəsizlik Şurası üzvlüyündən azad etmə filan. Sərəncamlarda bunu göstərir ki, yəni artıq tamamilə bu şəxsin siyasi elitada hansısa formal bir mövqedə olması, adının belə getməsi məqbul sayılmır. Qaldı intriqa məsələsinə. Bilirsiniz, burada siz doğru qeyd elədiniz ki, xarici qolunun aşkara çıxarılması. Bu xarici qol mən sizə birinci niyə söylədim ki, məsələn, cənub qonşumuz tərəfindən dəstəklənmə. Ardınca Avropa qurumları tərəfindən də. Avropa qurumlarını biz Avropa Şurası Parlament Assambleyasının üzvü kimi nəyi müşahidə elədik? Avropa Şurasında ən ağırlıqlı mövqe Rusiya mövqeyidir. Rusiya orada istənilən məsələni boykot etdirə bilirdi və sonra gələn Azərbaycana qarşı çıxış eləyən, Azərbaycana qarşı sərt mövqe tutan o Şröderdən tutmuş başqalarına qədər hamısı Gazpromla bağlı idi. Və bu bir sıra dövlətlərin təmsilçiləri də Gazprom xətti ilə maliyyələşən şəxslərdir. İndi Avropa hələ bütövlükdə bir qərb demokratiyasının təmsilçisi deyil, Rusiya sisteminin həm də bəlli bir keçmişdən bağlı olan bir uzantısıdır. Hətta bu günləri görürsünüz, Amerika prezidenti ilə də bağlı bu ittihamlar, iradlar səslənir.
Və söhbət mən düşündüyüm, yəni məsələ nədir? İndi ciddi bir şeylər olmasa dövlət bu qədər sadə bir məsələdir. Ölkə güclüdür, dövlət güclüdür. İndi müəyyən sıxıntılarımız var, neftimiz azalıb, deyək ki, qeyri-neft sektorunda müəyyən hələ transformasiya məsələlərində çəp çıxıbdır. Subyektiv iradə. Liderlər arasında olan subyektiv dəyərləndirmələr çox vaxt proseslərin əsas leytmotivini təşkil edir. Prioritet subyektiv amildir, qəbul edirlər. Doğru. Mən də səsləndirmişəm. Buna görə də bu münasibətlərdə liderlərin durumuna görə də qərar qəbul etmə məsələsi olur. Məsələn, deyək ki, artıq Amerika Birləşmiş Ştatlarının dövlət departamenti ya konqresin nə düşünəcəyi üzərində fikirləşmirsən, daha çox fikirləşsən ki, Trump bu məsələyə reaksiyası necə olacaq? Ya Putinin reaksiyası, artıq sən Putinin hansısa Federasiya Şurasının deyək ki, qərarının ya bu baxışının necə olacağını düşünmürsən. Putinlə şəxsi münasibətlər sferasında məsələyə baxılır. İndinin özündə bir Ukrayna məsələsi, Ukrayna bizdən güclü bir dövlət, amma elə şeylər var ki, artıq ərazisini əlindən almaq üçün Amerika, Rusiya hər tərəfdən böyük bir baskı altındadır. Avropada dəstək verə bilmir. Və bunun müqabilində biz özümüzü tərəzin bu biri gözündə Ukrayna ilə müqayisədə qoymağımız daha doğrudur ki, biz gələcəkdə bəndi bərəni möhkəmlətməsək, nəyi itirə bilərik? Mən burada təbii ki, hakimiyyətin özünü qoruma instinktini normal qəbul edirəm. Bunu siz də olsanız, mən də hakimiyyətdə olsam, bunu belə eləyərəm də, başqa necə eləyərəm ki? Amma bunun biraz üslubunu bəlkə fərqli eləyərəm. Amma elə eləyərəm ki, dövlətə hardan təhlükə gəlirsə, hansı şəxslər vasitəsilə problemlər yaranırsa, bunun müəyyən dərəcədə məhdudlaşdırılması və ya zərərsəşməsini eləməliyəm. İndi siz baxın, müasir dövr əvvəl kimi deyil, bu Avropada oturub söyür, arxayındır, oranın xüsusi xidmət orqanlarının dəstəyi ilə bir problemi yox, yaxşı yaşayır. Orada da Azərbaycan mentalitetinə uyğun olmayan bir formada, Sevinç xanım o terrora, mənəvi terrora məruz qalanlardan biridir və çox dəyanətli bir qadın, insan kimi, peşəkar jurnalist kimi ayaqda durub kişi qızı kimi mübarizəsini aparır. Bu elə belə məsələ deyil. Bir başda olmaqla, ümumiyyətlə hər kəsə qarşı, istər müxalifətə, istər iqtidara, istər mənim düşmənimə, istər dostumuza qarşı. O şəkildəki məsələləri bir mənalı şəkildə, yəni mən də pisləyirəm. Yox, ümumiyyətlə bu yəni nə demək istəyirəm? Yəni bu dövlət artıq ora əli çatmır. Dövlətin əlində mexanizm nədir? Mexanizm odur ki, heç olmasa qırmızı bülletenlə araşdırır. Qardaş getmirsən, mühacirətdəsən, demokratiya uğrunda mübarizə aparmırsan, apar da. Amma söyüşlə niyə aparsan? Lap hakimiyyət sənə çox böyük bir sərtlik eləyib, çox böyük bir ziyan vurub. Amma sən bunu söyüşə çevirməməlisən. Biz Türkiyənin də mühitində görürük də, hakimiyyət deyək ki, müəyyən müxalifət təmsilçilərini, bələdiyyə başqanını, başqasını həbs eləyibdir. Müəyyən əsaslı, əsassız sayıla bilən iddialar var. İttihamlara da qarşı. Amma ittihamlara qarşı çıxış eləyənlər, onun tərəfdarları kimisə söyüşlə demirlər. Yenə də sayın sözünü qabağa qoyub nəyisə bir fikri bildirirlər. Ona görə də bu siyasi mədəniyyətin bu forması müəyyən dərəcədə hakimiyyətin də o sərt üslub seçməsinin əsas səbəblərindən biridir. Yəni başqa cür əl çatmır. Hansısa bir formada buna öz deyək ki, mövqeyini bildirməlidir. Amma mənim düşüncəm budur ki, yəni Azərbaycanda birinci növbədə biz bu Qarabağ məsələsindən sonrakı dövrün hədəfləri barədə aydın bir düşüncə və müzakirə mühiti yaratmalıyıq. Və bu hədəf nədir? Məsələn, bir Zəngəzur dəhlizinin açılması bizim üzərimizdə olan böyük bir baskının ortadan qalxması deməkdir. Bir Amerika şirkətinin yaxud da Amerikanın əli ilə hansısa bir nəzarət mexanizminin ortada qurulması Rusiyanın tamamilə bölgədən təsir gücünün azalması deməkdir. Bizim bu 30 il, 50 il qabaqki strateji hədəfimiz bu deyildimi? Buydu da, yəni uzaqdan gələn bizim burada bir təhlükə çox yaradanmaz. Amma yaxında bizim istənilən vaxt bu təhlükəni yaşaya bilərik. Və belə bir vəziyyətdə müxalifətin özü də, istər Pənah Hüseyn olsun, deyək ki, parlamentdə təmsil olunmur, istər hakimiyyətə yaxın, deyək ki, münasibətləri olan Fazil Mustafa olsun, öz siyasi şəxsi baxışlarından çıxış eləməməlidir. Daha çox dövlətin hədəflərinin həyata keçirilməsinə çalışmalı. İndiki mərhələdə çünki azacıq dövlət zəifləsə,
Azacıq bir Suriyanı baxın da, yarısı 4 yerə bölünübdür. Hakimiyyət də gəldi, hər şey gəldi. Orada PKK-nı YPG-ni zərərsizləşdirənmir. Duruzlar orada İsrail dəstəyi ilə öz bildiyini eləyir. Və biz belə bir Azərbaycana çevrilmə riskimiz inanın ki, həmişə var. Və biz bunu bu riskə görə, yəni mənim deyək ki, kiminsə mənə indi biz baxın da biz nəyə yaşayırıq? Bu Əbülfəz Elçibəy fenomeni də böyük şəxsiyyət olub. Bizim də müəllimimiz olub. Bütün siyasi bizim karyeramız Əbülfəz Elçibəy ilə bağlıdır da. Köməkçi, müşavir, mavin, Türkiyə təmsilçisi, axıra qədər də vəfat elədiyi günə qədər də onun xəttini aparmışıq. Və birdən-birə bu xəttdə olmayan adamlar bəzən Pənah Hüseynə də, bizə də, ya başqalarına da elə bir ithamir əl sürürlər ki, adam qalır. Yaxşı, bu qutardı bu era. İndi Pənah bəy fərqli üslubda öz xəttini aparır. O deyir ki, bu tezislər, bəziləri qalıbdır, bunları davam etdirməliyik. Mən deyirəm ki, bu tezislər artıq bu günümüzə yaramır. Biz daha fərqli bir transformasiya ilə dövlətimizə fayda verməliyik. Yəni bunu da keçmişə bizim xəyanətimiz, satqınlığımız, yaxud da keçmişə bizim üzü dönüklüyümüz deyil ki. Biz yolları, siyasətdə yolları artıq görürük ki, bu cür yolu seçməsən, bu isə dövlətə fayda verməyəsən. İndi siz təsəvvür eləyin ki, xaricdə yaşayan yüzlərlə mühacirətə getmiş insan da həyat izafi getdi. Məsələn, Ağcambaqlar ölkəsi əsərində o Sinelmanın bir maraqlı bir şeyi var. Dedi ki, bu radikal yolu tutanlar Finlandiya verdiyi zərəri heç işğalçı Rusiya vermədi. Niyə? Dedi, biz böyük əksəriyyətimiz seçdik ki, universitet auditoriyasından başlayaq, müstəqilliyi qoruya biləcək fərdləri yetişdirmə yolunu seçək. Biz bu yolu seçdik, bizi də ittiham elədilər. Amma sonunda bizim seçdiyimiz yol bu xalqın qələbəsinə, müstəqilliyin qazanmasına və demokratik bir dövlət qurulmasına gətirib çıxartdı.